Bir gün Qaradamı dedi, mən bu qışı elə-belə keçirməyəcəyəm. Azərbaycanda macəra axtarıram. Elə bu an yüngül bir külək əsdi. Xəritənin küncünü qaldırdı. Qar dənələri sanki pıçıldadı. Zaqatala. Qaradamı gözlərini böyütdü. Zaqatala adı elə bil nağıl kimidir. O çantasını götürdü, şlyapasını düzəltdi və yola çıxdı. Avtobusun pəncərəsindən baxa-baxa gülümsüyürdü. Mən qar adamıyam, amma macəra adamı da oldum. Zaqatalaya çatanda dağlar sanki xoş gəldin dedi. Hava o qədər təmiz idi ki, qar adamı bir an sustu, sonra yavaşca dedi. Burada nəfəs belə şirindi. Biraz gəzdi, bir bazara düşdü. Fındıq, qoz, səbət-səbət bərəkət. Qar adamı bir fındığı götürüb mikrofon kimi tutdu. Çırt, çırt, mən də xorda durmuşam ha, deyib gülməyə başladı. Sonra bir süfrədə bal gördü. Bir qaşıq dadan kimi gözləri parıldadı. Mən qar adamıyam, amma bu bal məni şirin adam elədi. Uşaqlar qar adamını görəndə sevinclə qaçdılar. Birlikdə qar topu oynadılar. Gülüşlər havada uçuşdu. Qar adamı zarafatla dedi. Kim məni vursa, mən ona gülüş atıram. Hop! Birdən qar adamı yadına saldı. Ayda, Zaqatalada bir toy var axı. Telefonuna baxdı, sanki dəvət gəlmişdi. Səmimi bir səslə dedi. Eşitdim, Ruslan Musayevin toyudur. Çox istərdim gedim, təbrik edim, bir də qar yallısı oynayım. Amma vaxtım çatmır. Bir an dayandı, əlini ürəyinin üstünə qoydu. Ruslana və ailəsinə böyük xoşbəxtlik arzulayıram, İnşallah növbəti gəlişimdə mütləq. Qar adamı Zaqatalanın gözəlliyinə baxdı, getmək istəmədi. Ay Zaqatala, adamı şirindil edirsən, deyib gülümsədi. Amma yol da gözləyirdi. Xəritəsini açdı, uzaqlara baxdı və qətiyyətlə dedi. Mənim yolum uzundur, bütün bölgələrdə məni gözləyirlər. Harda uşaq gülüşü varsa, mən də ora gedəcəyəm. Hamısına çatmalıyam. Son dəfə dağlara əl elədi. Zaqatala, mən qaydacıyam. Ruslan Musayevin toyuna da gec olsa da təbrikə gələcəyəm. Və qar adamı yola düzəldi. Səncə növbəti dayanacaq haradır? Şərhlərdə yaz, yoxsa xəritə mənə küsmüş kimi baxır?